Mənim qaynatam çox narsist, tünd, murdar insandır. 3 yaşlı uşağımı kənddə özləri ilə aparmağı istəyirdilər. İndi də bağçaya qoymaq istəyir. Məni sayan da yoxdur. Ana deyib mənimlə məsləhət eləmirlər. Da yenə də yoldaş, sizin həyat yoldaşınız. Baxın, siz qaynatadan danışırsınız, onlardan danışırsınız. Həyat yoldaşınızdan heç bir şey. Yəni onların sözləri ilə tamamilə oturub durur. Narsist insanlar onlardan çəkinən, onlardan qorxan, onların sözü ilə oturub duran insanları əzdikcə əzirlər. Amma narsist insan görəndə ki, sən ondan çəkinmirsən, sən ondan qorxmursan, sənin də özünün qaydaları var, öz prinsipləri var. Yəni nə çəkinirsən, nə qorxursan, səndə də bir hökmranlıq var, səndə də bir prinsiplər var, bir qayda, qanun səndə də var və sən bunları belə kəskin şəkildə həyatında tətbiq edirsən. Bunlar mövcuddur sənin həyatında. Narsist insan onu da istər-istəməz dala çəkilir, istər-istəməz hər bir yığışdırır özünü. Həqiqətən də bu belədir. Burada nədir? Qaynatadır deyə, hə, məndən yaşca qat-qat böyüdür, həyat yoldaşımın atasıdır. Siz hörmət etmisiniz, susmusunuz, belə hörmətini saxlamısınız deyə. Onlar da siz necə? Onlar bunu zəiflik kimi algılayırlar. İndi biz narsist deyilik. Bəlkə də indi narsist də deyil. Hə, ola bilər də deyil. Düz indi deyirsiniz, hə, düz. Amma xasiyyəti acı-acı danışırsa, cürəbəcür qəribə bir qadağalar, qaydalar qoyursa ailədə, birdən-birə bax sizin arxanızca danışırsa, sizin aranızı kimləsə vurursa, bax başa düşdünüz necə? Bax burada paxıllıq mütləq ki olmalıdır, var burada. Daim bir konfliktlər yaradırlar, az qala hər gün bir nə isə konfliktli situasiyalar, dramalar yaradırlar. Yəni mütləq də narsist olan yerdə hər zaman bir qalmaqal var. Vaxtaşırı mütləq var. Mən də həmişə susuram, qorxuram, ailəmi qarışdırmaq da istəmirəm. Mən özüm güc toplayıb bunun payını verimmi? Siz necə onlarla əslində dava yox. Dava eləyərək yox, sadəcə belə mənim də öz qaydalarım var, uşaq mənimdir. Mən uşağı bağçaya qoymaq istəmirəmsə, hələ qoymuram. Haçan özüm fikrim olanda baxacağam, qoyacağam, gedib özüm yazdıracağam yoldaşımla bir yerdə. Başa düşdünüz necə? Uşağın valideynləri bütün uşağın həyatını hələ bil yönləndirirlər, formalaşdırırlar, rejima salırlar, onlar fikirləşirlər, hansı məktəbə yazdırsınlar, nə bilim, hər bir şeydə, hansı bağçaya, məktəbə gedəndə hansı məndə getsin, səhərmi, günortama. Özümdə hamiləyəm, o özü də bilir ki, mənim ən zəif nöqtəmdir uşaq. Hə, onlar insanın ən zəif yerindən vururlar, düzdür. Əgər doğrudan doğruya narsistdirsə. Ona görə onlara deyir, zəif yerlərini hiss elətdirməməlisən, bildirməməlisən. Lap bildirmisənsə də, uşaq sizindir də vəssalam. Anaya aiddir, uşaq ataya aiddir. Qaynata, qaynana, bunlar nənə babadılar. Yəni ikinci dərəcəli vacib şəxslərdir.